Xavaric. Xavaricdir. Xavariclərin Xavaric. Xavaric Xaricidir. Xavaric Xavaric. Xavariclər Xavariclər Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'il vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın yardımı sayesinde silsilə dərslərimizin 7-cisi ilə inşallah tövhid dəvətinə faydalı olmağa çalışacağıq. Dərslər müddətincə sizlərə çatdırdığım bu etiqad, dinimizin əsaslarını öyrəndiyimiz 3 xeyirli nəslin və onlara haqq üzərə tabi olanların etiqadıdır. Bizlər onların sarıldığı əsaslara sarılaraq, sizi də Allahın ipinə birlikdə sarılmağa dəvət edirik. Onların susduqları yerdə biz də susuruq, sizləri də bundan çəkindiririk. Dininizi öyrənərkən insanların statuslarına əhəmiyyət verməyin. Onların sizə gətirdiklərinin hansı mənbələrdən olduğuna baxın. 2 aya yaxın bir müddətdir ki, kitabları ilə, cildləri ilə, səhifə nömrələri ilə, müəlliflərinin adları ilə, hətta ölüm tarixləri ilə birlikdə təfsilatlı şəkildə sizlərə mənbələr bildirirəm. Baxmayaraq ki, bu bizim dərs əsnasında adət etdiyimiz üslubumuz deyil. Lakin hələ də məsələlərin mahiyyətini anlamaq yerinə haranın məzunu olduğumu, hansı diplomun olduğunu araşdırırsınız. Dininizi təhrif edərək illərdir ki, sizi bu hala salanlar, diplomlu şeytanlar deyilmi ey qövmüm? Adlarının qarşısında doktor, professor, elmlər namizədi, elmlər doktoru, ilahiyyatçı və s. havalı statuslara sahib olanlar deyilmi sizləri özlərini İslamda zənn edən müşriklərə çevirənlər? Bizim şəxsimizin bir önəmi yoxdur. Üzümüzü görməyinizin, şəxsimi tanımağınızın bir əhəmiyyəti yoxdur. Dəvət sizi özümüzə dəvət etməyə yönəlik deyil zaten. O dəvət sizin zəkatlarınızı yeyən, heç yerdə işləmədən sizin sədəqələrinizin hesabına varlı həyat yaşayanların dəvət metodudur. Bu bizim metodumuz deyil. Siz sadəcə dediklərimizə qulaq verin. Harda olursunuzsa olun, bu etiqada sarılmağınız bizimlə dində qardaş olmağınız üçün kifayətdir. Salihlərin yolundan ayrılmayın, ey qövmüm. Bugünkü dərsimizin mövzusu İnşallah xavariclik barədə olacaq. Çünki əsrlər boyu əhl-i sünnətin salamat etiqadına müxalif olanlar onlara xavaric və ya mütəzilə damğası vurmağa çalışıblar. Necə ki, İmam Əhməd rahiməhullahın dövründə İmam Əhməd Quran məxluqdur deyənlərin kafir olduğunu söylədiyi zaman bəzilərinin onu xavariclikdə itham etdikləri kimi. Xəllal rahiməhullah Əs-Sünnə kitabında İmam Əhməd rahiməhullahdan bunları nəql edir. Deyir ki, mənə çatan xəbərə görə Əbu Xalid, Musa bin Mansur və digər bəzi kimsələr o tərəfdə otururlar və bizim sözümüzü səhv hesab edirlərmiş. Yəni, bunlar İmam Əhmədin sözləridir. Yaradılmışdır da demək olmaz, yaradılmamışdır da demək olmaz görüşünə dəvət edirlərmiş. Quran məxluqdur deyəni, təkfir edəni qınıyırlarmış. Bizim xavariclərin görüşünü dilə gətirdiyimizi iddia edirlərmiş. Və Xəllal rahiməhullah deyir ki, sonra Əbu Abdullah, yəni İmam Əhməd rahiməhullah qəzəbli təbəssüm etdi və bunlar pis bir topluluqdur dedi. Və Fəxrəddin Ər-Razi Muhassəlu Əfkaril Mütəqaddimin vəl-Mütəəxxirin kitabında səhifə 567-də etiqad etdiyi murciə etiqadını qeyd edərkən imanın sadəcə təsdiqdən ibarət olduğunu qeyd edir. Və deyir ki, imanın qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlər ilə əməl olduğu görüşü Mütəzilənin görüşüdür. Beləcə, murciənin, cəhmiyyənin və əşarilərin görüşünü mənimsəyən kəslər tarix boyunca əhl-i sünnətə xavaric və ya Mütəzilə görüşünü nisbət etmişlər. Onların bu yolları günümüzdə də davam edir. Bugün də əhl-i sünnətin etiqadını deyən kim varsa, ona xavaric iftirası atılır. Bir digər səbəb isə insanların xavaric sözünü söz olaraq bilsələr də, bu etiqaddan cahil olmalarıdır. Müasir şeyxlər bu sözün mənasını,
bu ifadənin içini nə ilə doldururlarsa, həqiqətin də olduğunu zənn edirlər. Hər kim Allaha şərik qoşana müşrik deyirsə, Allahın dinində böyük küfr olan etiqadı, sözü və ya feili işləyəni təkfir edirsə, demokrat hakimlərin İslama görə müsəlman olmadığını deyirsə, ona xavaric deyirlər. Şirk edənə müşrik deyən dərhal heç nəsiz. Baxaq, bilir, bilmir, bu xarici əqidəsidir. Bu təkfirçi əqidəsidir. Düşüb hamını kafir görürlər. Bu xavariclərin mənhəcidir. Kim hakimə qarşı çıxmaq görürsə, caiz görürsə, xavaricdir. Namazın qılmayanın kafir olduğunu söylənən günümüzdə xavaricdir bunlara görə. Namaz qılmayan kafir deyil. Bu səbəblə də bu dərsdə xavariclərin etiqadı və əhl-i sünnətə nədə və necə müxalifət etdikləri barədə danışacağam ki, hətta haqq ilə batil bir-birindən ayırt edilə bilsin. Mənbə olaraq Hər bin İsmail Əl-Kirməninin Kitab-ı Sünnəsindən və Sələfin bir çox kitablarından ümumi olaraq qeydlər götürərək bunları cəm etdim. Və çalışdım ki, vaxtı uzatmadan, dinləyəni də yormadan faydalı bir dərs halına gətirim. Allahdan diləyirəm ki, bu dərsi müsəlmanlar üçün faydalı etsin. Allahümmə əmin. Ümumiyyətlə, xavaric nə deməkdir? Bu firqənin tarixi hara dayanır? Bunların etiqadı nədir? Gəlin ilk əvvəl bunları öyrənməklə başlayaraq. Xavaric sözü xaricətun kəlməsinin cəmidir. Çıxan, xaric olan, ayrılan mənasına gəlir, yəni lüğət olaraq. Onlara bu adım verilməsi barədə bir neçə görüş irəli sürülmüşdür və Şəhristani'nin qeyd etdiyi görüşə görə müsəlman toplumun imamlığı üzərində ittifaq etdikləri haqq imama baş qaldıran kəsə xarici deyilir. Bu baş qaldırma səhabə dövründə olduğu kimi tabiin ya da sonraki dövrlərdə də ola bilər. Bu tərifə diqqət etməyinizi xahiş edirəm, çünki doğru etiqadı anlaya bilməyiniz üçün bu tərifə diqqət etməyiniz çox əhəmiyyət daşıyır. Həmçinin xavaricilərə, yəni xaricilərə Əli İbn Əbu Talib radiyallahu anh'ın dövründə baş verən Sıffin hadisəsindəki iki tərəf arasında seçilən hakimlərə rıza göstərməyi rədd etdikləri üçün muhakkimə və ya Əli radiyallahu anh'dan ayrıldıqdan sonra ilk toplandıqları yer olan Harura bölgəsinə nisbət edərək Həruriyə ismi də verilmişdi. Hətta buradakı başçıları olan Abdullah bin Vəhb Ər-Rasibi səbəbi ilə onlara Vəhbiyə olaraq da isim qoyulmuşdur. Bəzi mənbələrdə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərdə istifadə etdiyi sözlər əsasında xavariclər haqqında dindən çıxan mənasına gələn Marika ismindən də istifadə edilmişdir. Bu firqə İslamda ortaya çıxan ilk firqə olmaqla yanaşı, həmçinin Rasulullah sallallahu aleyhi və səlləm tərəfindən haqlarında qabaqcadan da xəbər verilmişdir. İslam tarixçilərin yazılarına nəzər saldığımız zaman xavariclərin formalaşması dövrünün 3-cü Rəşidi xəlifə, cənnətlə müjdələnmiş səhabə olan Osman radiyallahu anh'ın xilafəti dövründən başladığını görürük. Lakin açıq şəkildə özlərini biruzə vermələri, cənnətin özü üçün darıxdığı səhabə Əli İbni Əbu Talib, Allah ondan razı olsun, onun xilafəti dövründə hicrətin 37-ci ilinin səfər ayında baş verən Sıffin savaşı əsnasında olmuşdur. Bu savaş haqqında təfsilata girməyi uyğun görmədiyim üçün uzun-uzadı tərəflər haqqında ya da səbəbləri barədə danışmayacağam. Nəticə olaraq, hər iki tərəf savaşı sülhlə sonlandırmaq üçün hər iki tərəfdən Allahın kitabı ilə hökm vermələri üçün bir hakim təyin etmişdilər. Əli radiyallahu anhu tərəfdən, Əbu Musa Əl-Əşari radiyallahu, Muaviyyə tərəfdən, Allah ondan razı olsun, Amr bin As radiyallahu hakim olaraq təyin edildi. Hakimlər razılaşma mətnini imzaladıqdan sonra Əşas bin Qays heç kəsə demədən razılaşma mətnini əskərlər arasında oxumağa başladı. Buradakı faydalardan birisini də xatırlatmaq istəyirəm ki, gördüyünüz kimi öz əmrinə, öz xəlifəsinə demədən, onunla məsləhət etmədən bir hərəkətə keçmək müsəlmanların ümumuna zərər verəcək hadisələrə səbəb verir. Yəni, tarix boyunca bunu görürük. Əşas bin Qaysın etdiyi də eyni ilə bu cür hadisələrdəndir ki, yəni çox saylı müsəlmanların qanının tökülməsinə səbəb oldu. Əskərlərdən çoxsu, xüsusilə də Təmim qəbiləsinə mənsub olanlar Lə hukmə illallah şüarı ilə bu razılaşmaya itiraz etdilər. Xəlifə Əlinin bütün açıqlamalarına baxmayaraq,
Başlanğıcda savaşı saxlayıb hakimə müraciət edilməsinə təşviq edənlər görünən odur ki, qərarlarından peşman olmuşdular. Xəlifədən razılaşmanı pozmağı, tövbə edib təhkimi rədd etməsini tələb etdilər. Tələbləri yerinə yetirilmədiyi üçün xəlifəni tərk edib, Kufə yaxınlığındakı Harur ərazisinə toplandılar. Beləliklə də ilk xavaric zümrəsi meydana gəldi. Harurada toplanan təxminən 12.000 nəfər xavaric, Sıffin savaşında Əli radiyallahu ordusunun sol cinahında komandirlik etmiş Şəbəs bin Rıbi Ət-Təmimini özlərinə ordu komandiri, həmçinin Abdullah Əl-Yaşqurini də namaz qıldırmaq üçün imam seçdilər. İdarəni ələ aldıqdan sonra İslami məsələlərin şura yolu ilə idarə ediləcəyini, beyətin də yalnız Allaha olduğunu elan etdilər. Beləliklə, İslam tarixində ilk xavaric toplumu Kufə yaxınlığında Harura bölgəsində meydana gəldi. Bu səbəblə də əvvəldə də qeyd etdiyim kimi, xavaricləri Hərurilər olaraq da adlandırıblar. Əvvəldə bəzi məsələlər barədə ümumi məlumat versəm də, təfsilat vermədim ki, inşallah yeri gəldikcə davamını da zikr eləyəcəm. Həruradakılar barədə İbn Abbas radiyallahu onlarla münazarası, onların etirazlarına cavabı barədə inşallah irəliləyən zaman ərzində zikr edəcəm. Xavaricilərin müxtəlif firqələrini tanıtmaqla dərsimizə davam edək. Təhkim məsələsi ilə Sıffin savaşında ortaya çıxan ilk xavaric zümrəsi tarix kitablarında Muhakkime-i Ulə olaraq yazıldı və bir başqa adıyla desək Haruriyə. Həmçinin liderlərinə nisbətdə bunlara Vəhbiyə də deyilir. Bunlar xilafətin Qureyşə aid olmasını rədd edirdilər. Həmçinin ilk mərhələdə Əli ibn Əbu Talibin xətalı olduğunu söyləsələr də, sonradan isə onun kafir olduğunu deməyə başlamışdılar. Həmçinin digər sahabələrə də dil uzatmışdılar. Xavaricilərin bir digər firqəsinin adı Əzarika firqəsidir. Bunların ismi də liderləri olan Nafi bin Əzraqa nisbətlə bu cür adlandırılmışdır. Onlar öz dövrlərinin ən güclü firqəsi hesab edilirdilər. Etiqadlarına gəldikdə isə Əli, Osman, Zubeyr, Ayşə, Allah onlardan razı olsun, həmçinin Cəməl və Sıffin savaşlarında iştirak edən səhabələrin əbədi cəhənnəmlik olduqlarını söyləyirdilər. Həmçinin onlar təqiyyəni inkar eləyir və öz yanlarına hicrət etməyən kəsləri təkfir edirdilər. Bir digər xavaric firqəsi Nəcdə bin Amir Əl-Hənəfinin başçılıq etdiyi Nəcadat firqəsidir. Bunlar Əzarika firqəsinə əvvəllərdə qoşulmaq istəsələr də, hicrət etməyənləri təkfir etdikləri üçün onlarla razılaşmadılar, yəni Əzarika təkfir edirdi bildiyiniz kimi və bundan geri durmuşlar onlarla birləşməkdən. Bunlar da özlüyündə bir neçə qola ayrıldılar. Bir başqa adı ilə desək, İctihadi məsələlərdə elmsizlik səbəbi ilə xəta edənləri üzürlü saydıqları üçün Əziriyyə adı ilə tanınan bu firqə sonradan Ətəviyyə və Fudeykiyyə adlanan qollara da bölünmüşdür. Ətəviyyə Ətiyyə bin Əsvədə, Fudeykiyyə isə Əbu Fudeykə nisbətlə bu cür adlandırılmışdır. Və davam edirik, xavaricilərin firqələrindən bir digəri Ziyad bin Əsfər və Abdullah bin Əsfər Ət-Təmimiyyə nisbət edilən Sıfriyyə firqəsidir. Hərb əl-Kirməni rahiməhullah bunlardan bəhs edərkən deyir ki, bunlar Davud ən-Nu'manın əshabıdır. Çünki ona sən elm yönündən sıfırsan deyilmişdir. Bunların digərlərindən fərqli xüsuslarından birisi müxaliflərinin qadınlarını və uşaqlarını öldürməyi caiz görmürdülər. Bir digər xavaric firqəsinin adı Əcəridə firqəsidir. Bunlar da liderləri Abdülkərim bin Əcrədin tabiçiliyində olanlardır. Bunların etiqadı kafirlərin buluq yaşına çatmayan uşaqları haqqında hökm verilməməsi yönündədir. Onlar deyirdilər ki, onlar buluq yaşına çatıb, İslamı təsdiq və inkar edənə qədər haqlarında hökm verilməz. Həmçinin xavaricilərin olduqları, yəni özlərinin olduqları bəldəyə hicrət etməyin fərz deyil, fəzilət olduğunu deyirdilər. Yəni Əzarikadan fərqləri var idi. Əksəriyyəti Xorasanlılardan ibarət olan Əcərdə firqəsi Meymuniyyə, Həzmiyyə, Xələfiyyə, Şüəybiyyə, Məchuliyyə və bir neçə adını qeyd etmədiyim fərqli qollara da ayrılmışdılar. Xavaricilərin firqələrindən bir digəri Əbu Bəyhəs Heysəm bin Cabirə nisbət edilən Beyhəsiyə firqəsidir. Və Beyhəsiyə də həmçinin digər firqələr kimi özlüyündə bir neçə qollara ayrılmışdır.
Və xavaric firqələrinin məşhurlarından bir digəri isə İbadiyyə firqəsidir. Yəni bunu türk mənbələrindən oxuyanlar İbaziyə olaraq deyirlər, lakin bildiyiniz kimi türklər dad hərfinə bəzi yerlərdə z olaraq tənəffüs etdiyinə görə bu cür deyilir. Firqənin adı İbadiyyə firqəsidir. Abdullah bin İbada nisbətlə İbadiyyə adlandırılan bu firqə xavariclərin, yəni etiqad yönündən, fikir yönündən ən yumşaq firqəsi hesab edilmişdir. Onlar böyük günah işləyənləri sadəcə nemətə nankorluq mənasında kafir saymışdılar. Harisiyyə, Tarifiyyə, Yazidiyyə, Həfsiyyə, Fərsiyyə və digər bir neçə qollara özlüyündə ayrılmışdılar. Bunlar qısaca xavaric firqələrindən ismi məşhur olanlarıdır. Və dərsin əvvəlində Marika ismi ilə də adlandırdıqları barədə qeyd etmişdim. Bugün müsəlmanlara xavaric deyənlərin çox az qismi istisna olmaqla, inanın ki, bu adlardan, bu firqələrdən, ümumən xavaricliyin nə olduğundan xəbərsiz insanlardır. Yəni müsəlmanlara iftira atanların əksəriyyəti. Bu səbəbləndir ki, cəhalət ən pis xəstəliklərdən hesab olunur. Davam edirik və bütün bu firqələrin ümumi adını və etiqadlarını xavaric ismi və ya xavaric etiqadı olaraq cəm edərək ortaq xüsusiyyətlərini nəzərə alaq. Və sonrasında da inşallah ədalətli şəkildə qiyas apararaq kimin xavaric etiqadına daha yaxın olduğunu inşallah təsbit edək. Xavariclərin etiqadına görə bir müsəlman hər hansı bir günah işləyərsə kafir olar. Məsələn, içki içərsə, yalan danışarsa, zina edərsə, adam öldürərsə, oğurluq edərsə, bu müsəlman onların etiqadına görə dərhal dindən çıxar və kafirlərdən olar. Tövbə etmədən ölərsə, əbədiyyən cəhənnəmliklərdən olar. Və onlar həmçinin imanın artıb azalmasında inkar edərlər. Bizim, yəni əhl-i sünnətin etiqadına görə, tağutu inkar edərək Allahı tövhidlə birləyən bir müsəlman, dindən çıxardan böyük şirk və böyük küfr olan əməlləri etmədikcə, yəni etiqad olaraq, söz və əməl olaraq bunlardan birini etmədikcə dindən çıxmaz. Bir müsəlman oğurluq edərsə, yalan danışar, içki, qumar, zina, adam öldürmə və bənzəri günahları işləyərsə, böyük günah sahibi olar, fasiq olar, tövbə etmədən ölərsə, Allah diləsə, bunları ona birbaşa bağışlayar, dilərsə də Allahın istədiyi qədər cəhənnəmdə cəza çəkdikdən sonra cənnətə qaytarırlar. Allahın bu haramlarını halallaşdırmadığı müddətcə təkfir edilməzlər. Bizim təkfir etdiklərimiz o kəslərdir ki, Allahın kitabı və Rasulunun sünnəti onları kafir adlandırmışdır. Və sahiblərinin müşrik və kafir olduqlarını söyləmişdir. Məsələn, Nisa surəsinin 48-ci ayətində Allah Azə və Cəllə buyurur ki, İnna Allah la yaghfiru ay yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə şirk qoşanı əsla bağışlamaz, bundan aşağı günahları dilədiyinə bağışlayar. Və yaxud da Bəqərə surəsinin 102-ci ayətində olduğu kimi. Ayətin tərcüməsində deyir ki, onlar Süleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. Halbuki Süleyman kafir olmadı, lakin şeytanlar sehri Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. O iki mələk, biz ancaq bir sınağıq, sən gəl kafir olma deməmiş, onu heç kəsə öyrətmirdilər. Bildiyiniz kimi ayət sehr məsələsində, yəni sehr tağutu məsələsində onlara uyanların, onların sözlərinə inananların kafir olduğu barədədir. Yəni bu misalları ona görə verdim ki, Allah Azə və Cəllə öz kitabında kimləri kafir adlandırırsa, bizlər sadəcə Allah Azə və Cəllənin sözünü təsdiq edənlərik. Günümüz murciaları dinin əslini furusundan, xəfi məsələlərini zahir məsələlərindən ayırt etmək ehtiyacı duymadıqları üçün, onların etiqadında böyük şirk və böyük küfr edənlə böyük günah işləyən arasında bir fərq yoxdur. Elə buna görədir ki, bizlər şirk əhlinə müşrik dediyimiz zaman, baxın, böyük günah sahibini təkfir edirlər deyərək, bizlərə xavaric iftirası atırlar. Əhl-i sünnət onlardan da, onların bu iftiralarından da bəridir. Xavariclərin bir digər problemi onların ayət və hədislərə ancaq zahirinə görə yanaşmalarıdır. Allah Rasulunun bunu necə açıqladığına, səhabənin bunu necə fəhm etdiyinə baxmazlar.
Məsələn, Allah Resulü sallallahu əleyhi və səlləmin bizi aldadan bizdən deyildir. Müsəlmanı söymək fısq, onunla savaşmaq küfrdür kimi sözlərini zahirinə görə qəbul edərək bu əməli işləyənləri təkfir ediblər. Halbuki səhabənin bir-biri ilə savaşdığına dair nəqillər hər birinizə məlumdur və heç birisi də bir digərini təkfir etməmişdir. Həmçinin xavariclər qəbr əzabını və şəfaət hədislərini inkar etmişlər. Çünki etiqad bunu tələb edir. Çünki şəfaət hədisləri günah sahibi müsəlmanlar üçün şəfaət ediləcəyini bildirir. Rasulullahın şəfaəti ilə, şəhidlərin şəfaəti ilə, Quranın şəfaət etməsi ilə, salih dostlarının bir-birinə şəfaət etməsi ilə günahkar müsəlmanlar atəşdən qurtulacaqlar. Bu hədisləri qəbul etmək, böyük günah sahibinin əbədi cəhənnəmlik olması görüşünü batil edir. Bu səbəblədir ki, xavariclər şəfaəti inkar edirlər. Bizlər isə ayət və hədislərdə bildirildiyi üzərə Rasulullah sallallahu əleyhi və səlləmin qiyamət günü müsəlmanlardan böyük günah sahiblərinə şəfaət edəcəyinə etiqad edirik. Şəhidlərin Allahın izni ilə 70 nəfərə şəfaət edəcəyinə, Quranın Quran əhlinə şəfaət edəcəyinə, salih dostların bir-birinə şəfaət edəcəklərinə, həddi bulğa çatmadan ölən övladların valideynləri üçün şəfaətçi olacaqlarına etiqad edir. Xavariclər Əli bin Əbu Talib, Muaviyə və onların saflarında olan digər səhabələrin, Allah hər birindən razı olsun, kafir olduğuna etiqad etmişlər. Əhl-i sünnət isə səhabələrin hamısının adil olduğu barəsində icma etmişlər. Onların haqqında pis söz söylənilməyəcəyi, onların xətaları barəsində danışılmayacağı barədə əhl-i sünnət ittifaq halındadır. Qaldı ki, onlara dil uzatmaq, qaldı ki, onların haqqında pis söz söyləmək. Xavariclərin əhl-i sünnətə müxalif olan görüşlərinin ən məşhuru dərsin əvvəlində xavaricin tərifini verərkən söylədiyim görüşdür. Onların etiqadına görə müsəlman toplumun imamlığı üzərində, yəni əmirliyi və yaxud da xəlifəliyi üzərində ittifaq etdikləri haqq imama, əmirə və yaxud da xəlifəyə baş qaldırmaq icazəlidir. Ədalətsiz davranacağı zaman ona qarşı çıxmaq, onu vəzifəsindən endirmək xavariclərə görə icazəlidir. Halbuki əhl-i sünnətə görə, yəni bizim etiqad etdiyimiz etiqada görə müsəlman hakim, müsəlman başçı, günəş kimi açıq bir şəkildə dindən çıxaran küfrü və şirki işləmədikcə ona qarşı çıxılmaz. Günaha əmr etmədikcə ona itaətdən üz döndərilməz. Hədislərdə Allah Resulü sallallahu əleyhi və səlləmin də dediyi kimi, başı qara üzüm dənəsinə bənzəyən həbəş kölə olsa belə və ya belimizdən vurub əlimizdəkini alacaq kimi zalım birisi olsa belə, müsəlman olan bir başçıya qarşı çıxılmaz. Bu fikirləri toplayacaq olsaq, görəcəyik ki, günümüzdəki Murciyə və Cəhmiyə dəvətçiləri, xüsusilə də Səudiyyədən gələn tələbələr, ümumən tövhidin nə olduğunu bilməyən, heç vaxt dinə girməmiş olan, dinin əsillərini pozan, Allahın hökmlərini tamamilə tərk edib, demokratik hökmlərlə hökm edən başçılarına yaltaqlanmaq üçün və bir də təbii ki, avamı aldatmaq üçün bu qavramların mahiyyətini dəyişdirməyə çalışırlar. Necəmi? Az əvvəl qeyd etdiyim kimi, deyirlər ki, görürsünüzmü, xavariclərin etiqadı başçıya qarşı çıxmağı icazəli görür. Baxın, bu insanlar da xavaric etiqadındadırlar və bugünkü dövlət başçılarının müsəlman olmadığını deyirlər. Avam da hədislərin və alimlərin sözlərinin zahirinə baxır və bizim sözlərimizi tam dinləmədən qiyas edərək qarışıqlığa düşürlər. Çünki tövhidi bilmədikləri üçün onun əhlini də tanımırlar. Allah hidayət versin. Xavariclərin haqqında deyilən xüsusiyyətlərdən bir digəri, onlar müşrikləri tərk edib müsəlmanlarla məşğul olarlar. Yəni müsəlmanlara musallat olarlar. İndi isə gəlin, dərs müddətincə xavariclərin bütün firqələri üçün ortaq olan etiqadlarını qısaca təkrar edək. Böyük günahlara görə təkfir edərlər və imanın artıb azalması inkar edərlər. Müsəlmanların rəhbərliyində ittifaq etdikləri başçıya qarşı çıxma icazəli görərlər. Cəməl və Sıffin savaşlarına qatılmış sahabələri və onları haqlı görənləri təkfir edərlər. Qəbr əzabını və şəfaəti inkar edərlər. Hədis və ayətlərin zahirinə görə hökm çıxararlar, müşrikləri tərk edib müsəlmanların üstünə düşərlər. Beləliklə, bu saydıqlarım xavaricliyin əsasını təşkil edən inanclarıdır. İndi isə birlikdə müqayisə edək. Biz mi xavaric etiqadındayıq,
Yoxsa sizlərmi bu etiqada daha yaxınsınız? Böyük günahlara görə təkfir məsələsinə gəldikdə, Allah Rasulü sallallahu aleyhi və səlləm və ona xeyir üzərə tabi olan 3 xeyirli nəslin böyük alimlərindən öyrəndiyimiz etiqada görə, Allaha qarşı işlənən masiyyətlər böyük şirk, kiçik şirk, böyük küfür, kiçik küfür, bidət, böyük günah və kiçik günah olaraq sinifləndirilmişdir. Bizlər ikrah, dil sürüşməsi və ağlın getməsi kimi manelər təkfirə mane olmadığı zaman böyük şirkə və böyük küfrə görə təkfir edərik. Tövbə edənlər isə dində qardaşlarımızdır. Digərlərinə gəldikdə isə İslamı yanımızda sabit olan birisi böyük günah edərsə fasiq olar. Bidət işləyərsə bidətçi olar. Yəni hər birinə görə hökmlər və müamilə fərqlidir. Bizlər böyük günah sahiblərini təkfir etmərik. Şəfaət məsələsinə və qəbr əzabına gəldikdə, bizlər az əvvəl qeyd etdiyim kimi bunların heç birini inkar etmirik. Hədis və ayətlərə gəldikdə, Allah Rasulü sallallahu aleyhi və səlləm necə təfsir edib açıqlayıbsa, səhabə necə fəhm edib, necə anlayıbsa, tabinlər və atbə-u tabinlər məsələlərə necə yanaşıblarsa, onların söylədiklərinə baxarıq, onların dediklərini deyərik, onların durduğu yerdə durarıq. Xavariclər müsəlmanların rəhbərliyində ittifaq etdiyi əmir sahibinə qarşı çıxmağı icazəli görərlər. Bizlər müsəlman başçıya, zalim belə olsa, fasiq belə olsa, kürəyimizə vurub əlimizdəkini alsalar belə qarşı çıxmağı, itaətsizlik etməyə əsla caiz görmürük. Amma sizlər tağutlara özünüzü bəyəndirmək üçün aləmlərin Rəbbinə qarşı çıxdınız. Bütün müsəlmanların ixtilafsız əmiri Muhammed sallallahu aleyhi və səlləmin şəriətinə qarşı çıxdınız. Rəşidi xəlifələrə və digər mömin əmirlərə xuruc etdiniz. Sizlər İslama görə kafir olan rəhbərlərə yaxşı görünmək üçün İslamın əmirlərinə qarşı xuruc etdiniz. Bu yaxınlarda Murciə dəvətçilərinin birinin söhbətini göstərdi qardaşlar. Fironun sehirbazlarının uslu ilə danışan birisidir. Deyir ki, Abdullah bin Amr bin Asa deyirlər ki, Küfədə bir toplum ortaya çıxıb və onlar hakimə qarşı çıxmağı caiz görürlər. Və o da deyir ki, onlar yaradılanların ən şərliləridir və həmçinin onlara lənət edir. Yəni, bax, Amr ibn As, Abdullah ibn Amr ibn As radiyallahu anhuya gəlib deyirlər ki, İraqda bir qövm çıxıb, onlar hakimə qarşı çıxırlar, hakimi zəlalətdə ittiham edirlər, hakimə qarşı vuruşmağı icazəli görüblər. Yəni, Abdullah ibn Amr ibn As radiyallahu anhu buyurur ki, Uləikə şirarul xalq indallah. Deyir ki, onlar Allah qatında ən şər məxluqlardır. Deyir ki, onlara Allahın, mələklərinin və bütün insanların lənəti olsun. Deyir, sonra deyir ki, onlar Zulxuvey İsra'nın davamçılarıdır. Hakim barədə kim danışırsa, bil ki, xavarişlik var onda. Ey iblisin əskəri! Bunu danışdığın zaman niyə demirsən ki, Abdullah bin Amr bin As səhabədir? Onların səhabədən olan xəlifəsi Əli ibn Abu Talib, Allah ondan razı olsun, ona qarşı çıxıldı və o da bu sözləri dedi. Sən demokrat kafirləri səhabəyə mi qiyas eləyirsən? Onları təkfir etməklə səhabəni təkfir etməyi bir mi tutursan? Demokratlar İslama görə müsəlman deyirlər. Onların şəriətlərinə tabi olmaq şirkdir. Bizim dinimiz tağutları və onların hökmlərini rədd etməklə göndərilib. Buna xavariclik deyənlər demokratiya dininə iman edənlərdən başqası deyildir. Allahdan sizlər üçün hidayət diləyirəm. Xavariclər sahabələrə dil uzatdılar. Onlara küfür nisbət etdilər. Bizlər sahabələrə heç bir zaman dil uzatmadıq, uzatmarıq da. Hətta onların xətaları barədə danışmağı belə caiz görmərik. Onların sözünün üstünə də söz söyləmərik. Lakin sizlər müşriklərə müsəlman deyib, bizi xavaric adlandıra bilmək üçün Muaz radiyallahu anhuya Allaha şərik qoşdu deyərək, Allahdan başqasına ibadət səcdəsi etdi deyərək ona iftira atdınız. Ayşə, Allah ondan razı olsun, Allahın hər şeyi bilməsindən cahil idi dediniz və bir çox səhabəyə küfr və şirk nisbət etdiniz. Bundan daha pisi isə küfrə rıza küfürdür qaydasını bildiyiniz halda, Rasulullah sallallahu aleyhi və səlləm sahabədən küfür gördü, lakin onları təkfir etmədi. Yəni küfrə rıza göstərdi demiş oldunuz. Namaz qılmayan kafirdir demək, xavariclərin etiqadıdır dediniz.
Halbuki səhabədən bunun əksini deyən olmamışdır. İndi isə soruşuram sizdən, bu saydıqlarımın hansı bizdə var? Əgər zərrə qədər vicdan sahibisinizsə, ədalət sahibisinizsə deyin. Bu əlamətlər sizdəmi var, yoxsa bizdəmi? Rəhbərə qarşı çıxmaq sizdədir. Səhabəyə dil uzatmaq sizdədir. Hətta xavaricilərin əlamətlərindəndir ki, müşrikləri buraxıb müsəlmanlara musallat olarlar. Sizlər Allaha şərik qoşanları müdafiə edib qardaşlıq edirsiniz, namaz qılmayanları müdafiə edib onlara görə bizə düşmənçilik edirsiniz, yəni müşrikləri tərk edib biz müsəlmanlara musallat olmusunuz. Bizləri həbsə atdırmaq üçün tağutların yanında bizləri hədəf göstərir, hər məclisinizdə bizdən danışırsınız. Üstəlik sözlərinizi iftiralarla bəzəyərək. Budur bizim etiqadımız. O etiqad ki, hər kəlməsi Allahın kitabı, Rasulunun sünnəti və salih sələfin dilindən dəlilləndirilən saf etiqad. Sizlər isə mutaşabihləri və kəlamları din qəbul edən, nəfsinizi və bəlamlarınızı Rəbb qəbul edənlərsiniz. Allahdan qorxun. Allahdan qorxun, əgər haqqın taliblərisinizsə, dəlillərə və haqqa tabi olun. Ədalətli olun, sadiq olun, kitaba və sünnətə sarılın, salih sələfin sözlərinə sarılın. Allahdan haqqı haqq kimi göstərib ona tabi olanlardan etməsini, batili də batil olaraq göstərib ondan uzaq tutmasını diləyin. Çünki hidayət Allahdandır. Onun hidayət etdiyini heç kəs saptıra bilməz, onun saptırdığını da heç kəs hidayət etdirə bilməz. Adil olmağı öyrənmək istəyən Rasulullah sallallahu aleyhi və sələmin siyərinə baxsın. Adil olmaq istəyən səhabələrin həyatına baxsın. Sizlər özünüzə sərf edən məsələlərdə ayət və hədislərdə olduğu kimi alim sözlərini də dilədiyiniz kimi yozdunuz. Rafizlərlə deyişmə videolarınız var. Güya münazirə edirsiniz. Sufilərlə də var. Hədis inkarçıları ilə debatlarınız var. Yalancı peyğəmbərlə dırnaq arası dəvət söhbətləriniz var. Tövhid əhlinə gəldikdə isə deyirsiniz ki, sələf bidət əhli ilə danışmağı qadağan eləyib. Sələf xavariclərlə danışmayıb. Elə isə sələfin bu sözü yalnızca sizi təkfir edənlərə mi aiddir? Halbuki səhabə Əli ibn Əbu Talib xavariclərə qarşı səbirli davranıb. Onları öz halına buraxın deyib. Ta ki xavariclər Habbab bin Ərətin oğlu Abdullahı və onun hamilə zövcəsini öldürənə qədər. Hətta bundan sonra belə qatillərin təslim edilməsi üçün Əbu Əyyub Əl-Ənsarini və Qays bin Sa'd bin Ubadəni nəsihət üçün göndərmişdi. Onlar müsəlmanları öldürən, səhabələri təkfir edən xavariclər idi. Sahabə onlara qarşı bu qədər səbirlə davrandı. Bizlər isə xavarici iftirası atdıqlarınızıq. Ancaq düşmənçiliyiniz müşriklərə etdiklərinizdən daha çoxdur. Bu dərsi inşallah Əli ibn Əbu Talibin xavaricləri dəvət etməsi üçün İbn Abbas radiyallahu göndərmə qissəsi ilə tamamlayacağım. Abdurrazaqın, Əbu Nuaymın təxric etdiklərinə görə İbn Abbas radiyallahu dedi ki, hərurilər, yəni xavariclər düşmənçilik etmək üçün bir yerdə toplandılar. Əli bin Əbu Talib və digər sahabələrə qarşı çıxmağa qərar verdilər. İbn Abbas radiyallahu dedi ki, bir adam gəlib, ey möminlərin əmiri, bir topluluq sənə qarşı gələcək deməyə başladı. Əli radiyallahu dedi ki, mənə qarşı savaşana qədər onları tərk edin. Mənə qarşı savaşana qədər onlarla savaşmayacağım dedi. Və İbn Abbas deyir ki, bir gün Əliyə dedim ki, ey möminlərin əmiri, biraz namazı gecikdir ki, namazı qaçırmayım. Və bu arada topluluğa gedib, yəni həmin xavaric topluluğuna gedib onlarla danışım. Əli radiyallahu deyir ki, sənə bir şey edərlər deyə qorxuram. Dedim ki, xeyr inşallah, bir şey etməzlər. Mən heç kəsə əziyyət verməyən, insanlarla gözəl davranan biriyəm. Və İbn Abbas davam edərək deyir ki, Yəməniyədən ən gözəlini geyindim. Yəni Yəməniyə gözəl parça növüdür. Yanlarına gəldim. Günorta istirahətində idilər və ibadətdə deyir, onlardan daha çox çalışanını görmədim. Əlləri dəvə dizi kimi idi. Yəni, torpağa o qədər təmas etmişdi ki, o qədər çox səcdəyə gediblər ki, əllərində izlər var. Və üzlərində səcdə əsəri görünürdü. Üstlərində yuyulmuş paltarlar var idi və üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına getdiyim zaman dedilər ki, bu üstündəki paltar nədir? İbn Abbas cavabında deyir ki, məni buna görə mi ayıblayırsınız?
mən Rasulullah sallallahu aleyhi və səlləmin üstündə bundan daha gözəlini görmüşdüm. Və bu ayət nazil olmuşdu. Və İbn Abbas onlara Araf surəsinin 32-ci ayətindən oxuyur ki, de, Allahın öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir? Və soruşurlar ki, niyə bura gəldin? İbn Abbas cavabında deyir, sizə Rasulullahın səhabələrindən, onun yanında olmuş vəhyin üzərlərinə endiyi insanlardan bəhs etməyə gəldim. Hansı ki aranızda onlardan heç biri yoxdur. Bildiyiniz kimi xavaclərin arasında səhabə yox idi. Bəziləri dedi ki, Qureyşlə münaqişə etməyin. Çünki Allah Taala buyurur ki, onlar şübhəsiz ki höccətləşən bir millətdir. 2-3 nəfər də dedi ki, keşke onlarla danışsan. İbn Abbas deyir ki, Rasulullahın əmisi oğlu və kürəkəni, ona ilk iman edən, sahabələrin də özü ilə birlikdə olduğu o kişidən nə istəyirsiniz? Yəni Əli ibn Əbu Talibdən. Dedilər ki, biz ona 3 məsələdə müxalifət edirik. Nədir onlar? Deyirlər ki, birincisi, o Allahın dinində insanları hakim təyin etdi. Halbuki Allah buyurdu ki, hökm yalnız Allahındır. Allahın bu sözündən sonra insanların hökmdə nə işi ola bilər? Başqa, Əli o insanlarla savaşdı, amma onlardan nə əsir aldı, nə də qənimət. Əgər savaşdıqları kafir idilərsə, malları Əliyə halal olmalıydı. Əgər mömin idilərsə, möminlərin qanını tökmək haramdır. İbn Abbas deyir başqa və üçüncü olaraq deyir ki, Əmir-il-Müminin sifətindən əl çəkdi. Yəni razılaşmada Əmir-il-Müminin yazdırmadığı Əli ibn Əbu Talib yazdırdı. Əgər möminlərin əmiri deyilsə, o halda kafirlərin əmiridir deməkdir. İbn Abbas soruşur, başqa etirazınız varmı? Dedilər ki, bu qədəri bizə kifayət edər. İbn Abbas radiyallahu anh deyir ki, əgər sizə Allahın möhkəm kitabından və nəbisinin sünnətindən fikirlərinizə qarşı dəlil gətirsəm, dönəcəksinizmi? Dedilər ki, bəli. Allahın dinində insanların hökm verməsi haqqında görüşünüzə gəldikdə, Allah-u Teala buyurur ki, ey iman gətirənlər, ihramdaykən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən 2 ədalətli kişi hökm verməli, qurbanlıq heyvan Kəbəyə, yəni Məkkəyə çatdırılmalıdır. Maida surəsinin 95-ci ayətini oxuyur. Və deyir ki, qadın və əri haqqında isə Allah Teala buyurur ki, əgər ər və arvad arasında ixtilaf olacağından qorxsanız, o halda kişinin ailəsindən bir hakim və qadının ailəsindən də bir hakim göndərin. Əgər bu 2 tərəf aranı düzəltmək istəyərsə, Allah onları barışdırar. Həqiqətən Allah hər şeyi biləndir, xəbərdardır. Və Nisa surəsinin 35-ci ayətini oxuyur. İndi Allaha ant verərək soruşuram sizdən. İnsanları bir-birinin qanını tökməkdən çəkindirmək üçün, aralarını düzəltmək üçün hökm vermək mi daha üstündür, yoxsa dəyəri yarım dirhəm olan dovşan və yaxud da bir neçə qadın haqqında hökm vermək mi daha üstündür? Üstəlik bilirsiniz ki, Allah diləsəydi hökmü verər və bunu insanlara buraxmazdı. İbn Abbasın bu sözündən sonra xavaricilər deyir ki, vallahi bir-birlərinin qanını tökməkdən çəkindirmək və aralarını düzəltmək daha üstündür. İbn Abbas davam edir. Əli savaşdı, amma kölə və qənimət almadı sözünə gəldikdə. Deyin görək, ananız Ayşəyə söyürsünüzmü? Yoxsa başqa qadınlar üçün halal saydıqlarınızı onun üçün də halal mı sayırsınız? Əgər belə deyirsinizsə küfrə düşdünüz deməkdir. Yox, əgər onun möminlərin anası olmadığını deyirsinizsə, yenə kafir oldunuz və İslamdan çıxdınız deməkdir. Çünki Allah Teala buyurur ki, Əhzab surəsinin 6-cı ayətində, Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır. Görünən odur ki, siz 2 sapıqlıq arasında qalmısınız. İndi bu görüşünüzdən döndünüzmü? Və bir-birlərinə baxdılar və dedilər ki, vallahi hə. Bildiyiniz kimi Ayşə radiyallahu qarşı tərəfdə, yəni Muaviyə radiyallahu tərəfində idi savaşda və əgər əsir alınacaq olsaydı, deməli Ayşə anamız da əsir alınmalıydı. Və Əlinin özü üçün Əmir-il-Müminin sifətindən geri durması görüşünə gəldikdə isə bu məsələdə razı olacağınız sizə görüş söyləyəcəm.
deyir İbn Abbas radiyallahu anh. Və davam edir. Deyir ki, Hudeybiyyə günü Rasulullah sallallahu aleyhi və səlləm aralarında razılaşma mətni yazmaq üçün Qureyşi dəvət etmişdi. Suheyl bin Amr və Abu Sufyan ilə qarşılıqlı yazacaqdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey Əli, yaz. Bu, Allahın Rasulü Muhammedin hökmüdür. Dedilər ki, vallahi səni Allahın Rasulü olaraq qəbul etsəydik, sənə qarşı savaşmazdıq. Onun yerinə Muhammed bin Abdullah yaz. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vallahi məni yalanlasanız da, mən həqiqətən Allahın Rasuluyam. Və dedi ki, yaz ey Əli, Muhammed ibn Abdullah. İbn Abbas deyir ki, Peyğəmbər Əlidən üstün olduğu halda və özünün nəbi olaraq zikr edilməməsinə razı oldusa, və bu da deyir, onu Peyğəmbərlikdən çıxartmadı. İndi bu görüşünüzdən döndünüzmü? Dedilər ki, vallahi hə. Bundan sonra 2000 nəfəri görüşündən döndü. Geri qalanları isə sapıq olaraq öldürüldülər. Bu hadisələrdən çıxarılan faydaları zikr etsəm, dərsin vaxtını çox uzatmalı olarıq. Lakin sözüm odur ki, ey müsəlmanlara xavar işləyənlər, ey müsəlmanları həbsə attıranlar, sizlər nə zaman bu etiqadın dəvətçiləri ilə münazara etdiniz? Sələfik deyirsiniz. Nə zaman gəldiniz, dəvət etdiniz? Nə vaxt İbn Abbas kimi dediniz ki, baxın, siz deyirsiniz ki, ikrah xaric, dil sürüşməsi xaric, ağlın getməsi xaric, kim küfr edərsə, kim Allaha şərik qoşarsa müşrikdir, kafirdir. Gəlin sizə muhkəm olan ayətlərdən, səhih olan hədislərdən və səhabə sözlərindən dəlil gətirərək bu görüşünüzdən dönün. Və yaxud da dedinizmi ki, sizlər şəriəti kənara atıb, tağut sistemləri ilə idarə edənləri təkfir edirsiniz. Baxın, bu ayətə görə, bu hədisə görə, bu səhabə sözünə görə onlar kafir deyirlər, mömindirlər. Gəlin görüşünüzdən dönün. Demədiniz. Çünki deyəcək sözünüz yoxdur. Arxamızca danışacaq sözləriniz var əlbəttə. Söhbət dəlil gətirərək naslardan gedir. Bizlər isə sizə hər cür möhkəm nasları dəlil gətirdik. Gətirməyə də davam eləyəcəyik inşallah. Hər şübhənizin cavabını da verdik, yenə də verməyə hazırıq. Bəs siz görüşünüzdən dönəcəksinizmi? Yox, dönməzsiniz. Gül kimi yaşayırsınız. Kafirlərin idarə etdiyi, demokratiya ilə idarə edilən dırnaq arası İslam dövlətində. Rafizlər qardaşınızdır, sufilər qardaşınızdır, demokratlar qardaşınızdır. Anladım. Məcbur edə də bilmərik. Heç olmasa əlinizi vicdanınıza qoyun, azacıq da olsa Allah qorxusunu xatırlayaraq bizə musallat olmaqdan əl çəkin. Bizə hədəf göstərməkdən əl çəkin. Bizə iftira atmaqdan və hilə qurmaqdan əl çəkin. Hər dəfəsində hilənizi özünüzə döndürən Allaha həmd olsun. Biz ona təvəkkül edirik. Biz ona güvənirik və ondan yardım umuruq. Qorxduğumuz zaman da yalnızca ondan qorxuruq. Allahdan bütün murciyə, cəhmiyə, əşari və digər sapıq firqələrin mənsubları üçün hidayət diləyirəm. Rəbbim gecə olmadan onları tövbəyə müvəffəq etsin. Qəlblərindəki möhrü, gözlərindəki pərdəni və qulaqlarındakı ağırlığı qaldırsın ki, haqqı haqq olaraq, batili də batil olaraq görsünlər. Allahümmə əmin. Allah Azə və Cəllədən diləyirəm ki, müsəlmanları, müsəlman dəvətçiləri, müsəlman mücahidləri dünyanın hər bir tərəfində müzəffər etsin. Allah Azə və Cəllə bizləri Allahın dinini haqq olaraq yaşayan və Allah Azə və Cəlləyə müsəlman olaraq, mömin olaraq qovuşan salih qullarından etsin. Subhanək Allahümə və bihamdik, nəşhədu ən la iləhə illə ənt, nəstəğfiruka və tubu ileyk.